sərt olmaq yoxsa yumşaq bacarıqlar barəsində danışacağıq. Əmək bazarından danışsaq, məsələn, ölkəmizdə, Azərbaycanda daha çox çatışmayan soft skills hansı var? Məsələn, e-mail yazırsan, deyək ki, qarşı tərəf məsələn, e-maili aldım, bununla bağlı nə vaxt cavab verəcəm və yaxud da nə iş görəcəm, nə edəcəm və yaxud da bu iş mənə aid olan iş deyil, cavabını almırıq. Yəni əslində soft skills bizdən soft xasiyyət mi istəyir, yumşaq xaraktermi, mehribanlıq mı istəyir, yoxsa özünün gözləntiləri başqadır? Əla, bizim elə mövzumuz o idi. Talk now, Chief. I'm making a TV show. Hər vaxtınız xeyir, hörmətli Kök Səbəb izləyiciləri. Bu dəfə sərt olmaq yoxsa yumşaq bacarıqlar barəsində danışacağıq. Görək, ümumiyyətlə yumşaq bacarıqlar nədir, bu ümumiyyətlə necə anlaşılır cəmiyyətdə və bunun bizim üçün hansı faydası var? Şərəf xanım, düşünürəm suallar var. Ən yaxşısı bu suallar istiqamətində davam edək. Əslində elə suallar əsasında mövzumuzu demək olar ki, əhatə edəcəyik. Buyurun, suallardan başlayaq. Bəli, Anar müəllim, bugün biz proqramımızda soft skills haqqında həm maarifləndirici, həm də yanlış anlaşılmalara səbəb olan bəzi sualların cavablarını tapacağıq, izləyicilərimizlə bölüşəcəyik. İlk sualımız belədir ki, ümumiyyətlə soft skills dedikdə nə nəzərdə tutulur və onun texniki bacarıqlardan fərqi nədir? Elə fundamental sualdır, elə əslində yaxşı mövzuya başlamaq üçün, giriş etmək üçün tam yerində qoyulmuş bir sualdır. Ümumiyyətlə, bu məsələnin kök səbəbi əslində yanlış anlaşılmalar qeyd elədik ki, onun kök səbəbi də əslində məlumatın az olmağıdır. Ümumiyyətlə, biz insan psixologiyasını belə reaksiya göstərir ki, insan bilmədikləri şeyə qarşı çıxır, həmişə etiraz edir. İnsan bilmədiyi şeyin düşməni sayılır, bəzən belə bir deyim var. Yumşaq bacarıqlar, bəzən texniki bacarıqlar, sərt bacarıqlar dedim. Ümumiyyətlə, yumşaq bacarıqlar, yəni bunu belə deyək də formalaşdıraq bu sözü. Əslində bu insani bacarıqlardır, söhbət insandan gedir. Yəni, çünki yumşaq bacarıqlar kimi tərcümə olub, ingilis dilindən soft skills-dən, birbaşa hərfi tərcüməsi yumşaq bacarıqlardır. Amma əslində bu insani bacarıqlardan söhbət gedir. Çünki bütün bu bacarıqların hamısı insana xas olan bacarıqlardır. Yəni, insanın insanlığını nümayiş etdirmək üçün, cəmiyyətdə davranmaq üçün lazım olan əsas bacarıqlardır. İşin bioloji tərəfinə baxsaq, ümumiyyətlə beyində baş verir bütün bu məsələlər. Yəni beyin bildiyimiz kimi sağ və sol yarımkürədən ibarətdir. Yəni mən burada əslində biologiya keçməyə fikrim yoxdur, amma yəni işin bir təsəvvürü yaratmaqdan ötürü ki, bizim beynimizin sol yarımkürəsi daha rasional fəaliyyət göstərir, daha rasionaldır və sağ yarımkürəsi isə daha çox hisslər və bizim belə deyək, daha çox yaradıcı hissədir. Sol yarımkürəsi də rasional olduğuna görə sol yarımkürə daha çox texniki bacarıqları, insanın texniki belə deyim, bilikləri, vərdişlərinə cavab verir. Sağ yarımkürədə isə daha çox yaradıcı məsələlərdir ki, burada da insani bacarıqlar daha çox sağ yarımkürənin məhsuludur. Ümumiyyətlə, burada hər iki yarımkürəni, yəni eyni qaydada yanaşı götürsək, yəni sağ yarımkürə, sol yarımkürə, bunun heç biri bir-birinə belə də zidd deyil və yaxud da ki, burada bir-birinə mənfi pis təsir göstərən. Əksinə, bunlar ikisi bərabər yaxşı işlədikdə, həmişə belə adamlar haqqında belə fikirlər var ki, bu adamlar daha verimli olur, belə deyək, dahi adamların əslində bu beyinlərində müşahidə edən zaman görmək olur ki, yəni bu bir-birinə əslində müsbət təsiri var, nəinki mənfi təsiri. Yəni, texniki bacarıqlar dediyimiz əslində bizim həyat fəaliyyətimiz boyunca belə deyək, təhsildə aldığımız, öyrəndiyimiz texniki bacarıqlardır. Yəni, bizim əsas bacarıqlarımızdır. Burada əsasən deyək ki, məsələn, mühəndislikdir, həkimlikdir. Məsələn, bunları biz texniki bacarıq və yaxud texniki sahələri kimi misal göstərmək olar ki, yəni, burada sırf rasional, konkret, yəni riyaziyyatçıdır, fizikdir və yaxud da kimyaçıdır və yaxud da ki, həkimdir və yaxud da bioloqdur və yaxud da mühəndisdir, inşaatçıdır. Bütün bunlar hamısı texniki bacarıqlara etibar edir.
Bununla yanaşı eyni zamanda, yəni beynin sağ yarımkürəsindən belə deyək ki, ortaya çıxan bizim insani bacarıqlarımızdır ki, yəni bunlar da digər adı ilə yumşaq bacarıqlar dediyimiz ki, yəni insanların ünsiyyət etmə bacarıqları, qətiyyətlilik, belə deyək, emosional zəka, problem həll etmə bacarıqları, liderlik bacarıqları, dinləmə bacarıqları və s. və ilə axır. Yəni burada onlarla sizə saymaq olar. Necə ki, texniki tərəf sahədəki kifayət qədər belə deyək sahələri var. Eyni zamanda da yumşaq bacarıqlarda kifayət qədər belə deyək saymaq olar, qeyd etmək olar. Bu beynin sağ və sol yarımkürəsi deyil. Əslində bunlar bir-birinə dediyim ki, mane olmur. Hər iki tərəfdə biz 100% belə deyək də qədər performansı, fəaliyyəti biz ala bilərik. Yəni çox savadlı, belə deyək, riyaziyyatçı ola bilərik. Çox belə deyək, əla bir həkim ola bilərik və yaxud da ki, fizik ola bilərik. İcadlar edə bilərik, məsələn, alim ola bilərik. Yəni nə qədər məhdudiyyət yoxdur da, yəni nə qədər istəsək özümüzü texniki cəhətdən inkişaf etdirə bilərik. Eləcə də sağ yarımkürədə, yəni sağ yumşaq insani bacarıqlar baxımından da nümayiş etdirə bilərik. Amma hər iki belə deyək, həm texniki, həm də yumşaq bacarıqların və yaxud da sərt və yumşaq bacarıqların və yaxud da insani bacarıqların nisbəti bizə uğur qazandırır. Yəni sual qoysaq ki, əgər bunlardan biz həyatda uğuru hansının hesabına daha çox əldə edirik, o zaman artıq düşünmək lazımdır və çox təəssüf ki, mən təəssüf demək, yəni bu artıq bilik məsələsidir, yəni məlumatlıq məsələsidir. Bunun həm təlimlərdə, həm də universitetlərdə çıxışlar zamanı, müxtəlif auditoriyalarda bu sualları verən zaman demək olar ki, çoxunluq, yəni 90, hətta 90%-dən də bəlkə yuxarı insanlar buna sərt cavab, belə deyək, sərt bacarıqların və ya texniki bacarıqların insana daha çox uğur gətirməsi ilə izah edirlər və ya ona əsaslandırırlar ki, texniki bacarıqlar daha vacibdir, daha üstünlük təşkil edir. Amma burada əsas məsələ o deyil. Əsas məsələ bizim yanaşmamızdır. Burada kökündə məsələnin yanaşmanın düzgün olmaması dayanır ki, biz fikirləşirik ki, desək yumşaq bacarıqlar və yaxud da insani bacarıqlar uğurlu daha çox təşkil edir. Biz sanki texniki bacarıqlardan ixtisar və yaxud da ki, güzəşt etməli olacağıq, qurban verməli olacağıq. Və elə deyil əslində. Yəni, yumşaq bacarıqların faydalı olması, onların insana uğur gətirmə qabiliyyəti əslində sərt bacarıqların və yaxud texniki bacarıqları azaltmır. Və yaxud da ki, onlardan hər hansı bir güzəşt tələb etmir. Yəni, biz çox güclü həkim ola bilərik. Bunun heç bir məsələ, riyaziyyatçı ola bilərik, mühəndis ola bilərik. Bunun məsələyə heç bir aidiyyatı yoxdur və bu digərinə təsir etmir. Uğur qazandırmaq amilinə baxanda, yəni insan bir mütəxəssis, bir həkim, bir mühəndis və yaxud da ki, müəllim götürsək, hansı bir müxtəlif bir ixtisas üzrə, peşə üzrə ki, daha çox necə uğurlu ola bilər? Diqqət eləsək, bizi hansı həkimlər müalicə edir? Çünki bizim həkimləri qiymətləndirəcək qədər, əgər mən həkim deyiləmsə, hər hansı bir həkimə getmişəmsə, mənim onun biliyini qiymətləndirməyə səriştəm yetərlidirmi? Yəni, və yaxud da ən az onun qədər o sahədə olmalıyam, həkim olmalıyam, onun qədər işləməliyəm, təcrübəm olmalıdır ki, mən həmin həkimin biliyi, savadı, bacarığı haqqında belə deyim, düşünüm və yaxud da ki, onu qiymətləndirim və yaxud da deyim ki, filan həkimin yanına getmişdim, o çox yaxşı həkimdir. Və yaxud da ki, mən riyaziyyat biliyim yoxdursa, riyaziyyatçı deyiləmsə, mən necə hər hansı bir riyaziyyatçının texniki biliyini qiymətləndirə bilərəm? Təbii ki, bu mümkün deyil. Əgər belə bir cəhdlər olsa da, bu yanlış və belə deyim, yanlış cəhdlərdir hesab eləmək olar. Belə cəhdlər ki, yəni sahənin mütəxəssisi deyilsənsə, sahənin mütəxəssisini qiymətləndirmək bizə düşməz. Bəs o zaman biz bu insanları necə qiymətləndirir? Necə deyirik ki, filan kəs yaxşı həkimdir? Nəyə əsasən deyirik biz o yaxşı həkimdir və yaxud da yaxşı riyaziyyatçıdır? Bir adam bizi müalicə edir. Həkimdir, bizi müalicə edir, nəticə var, sağaldım. Və müalicənin ən çox xəstə üçün belə deyək, təsir amili həkimin bizə davranışıdır. Həkimin bizdən qurduğu ünsiyyətdir. Həkim bizi gülərüz qarşılayır, mehriban qarşılayır, şəfqət göstərir, yəni gözəl münasibət göstərir, bizim problemlərimiz haqqında bizlə danışır, bizə məlumat verir və bizlə biz belə deyək də həkim arasında bir bağ qurulur ki, yaranır ki, və biz həkimə inanırıq. Və inanırıq ki, bu insan, belə gözəl davranışı olan insan elə yaxşı həkim olar.
və yaxşı həkim olar və bu da yəni bu onun insani bacarıqlarıdır. Biz əslində onun insani bacarıqlarını qiymətləndirərək onun həm də yaxşı həkim olmasını ehtimal edirik. Yəni yoxsa bizim mən həkim deyiləm ki, məsələn hansısa bir həkim haqqında fikir söyləyim, yaxşı və yaxud da pis olduğunu deyim. Sırf biz onun davranışlarına və yaxud da biz ona inancımıza görə, inanmağımıza görə biz və təbii ki, o inanc da bizi bəzən görürsünüz ki, sağlamlığımıza gətirib çıxardan amillər əsas amillərdən biri olur ki, biz həkimin sözünə inanırıq və bilirik ki, inanırıq ki, bu belə bir insan verdiyi məsləhət bizə faydalı ola bilər. Təbii ki, belə hallar olur da, məsələn deyək ki, 100% hallar ola bilər ki, məsələn həmişə də indi inandığımız insan mütəxəssis belə hardasa nəyisə düz hesab etməyə bilər, səhv diaqnoz qoya bilər və yaxud da ki, səhv hesabat verə bilər, mühəndis olsun və yaxud da başqa sahə olsun. Amma çoxunluq götürəndə, yəni istənilən ixtisasa, istənilən sahəyə uğur gətirən daha çox onun yumşaq bacarıqlarıdır. Yəni çox gözəl müəllim olmaq olar, amma riyaziyyatçılar var ki, həyatında bir adama bu günə qədər bir düstur öyrədə bilməyiblər. Çox gözəl riyaziyyat bilir, çox gözəl problemləri, riyazi problemləri həll edə bilər, məsələləri həll edə bilər, amma niyə o barədə heç kimə demək ki, bəli, demək ki, nədir? Müəllimlik üçün yaxşı bacarıqlar, yəni insani bacarıqlar tələb olunur. Harvard Universitetinin araşdırması var bununla bağlı. Mən onu da qeyd edeyim, sonra növbəti sualımıza keçək. Orada göstərir ki, böyük bir araşdırmadır. Və araşdırmanın nəticəsində göstərir ki, insanları, yəni mütəxəssisləri, ümumiyyətlə insanları həyatda uğurlu edən amillərdən ən başda dayanır onun insani bacarıqları, yəni yumşaq bacarıqlar. Hətta faiz nisbəti götürəndə bu 85-in 15%-dir. Yəni yenə deyirəm, 85-15 o nə texnikli və yaxud da ki, insani bacarıqların faizi deyil. Bu uğurun faiz nisbətidir. Yəni biz uğurlu olmaq üçün bizim bildiyimiz bütün texniki bacarıqlar 15% rol oynayır. Yəni 15% olmalı deyil. Yəni 15% rol oynayır. İnsani bacarıqlar isə 85% rol oynayır. Yəni ikisi də ən üst səviyyədə ola bilər. Amma bizi qabağa çıxardan, bizi önə çıxardan və bizi uğurlu edən, hər hansı bir mütəxəssis uğurlu edən, onun faiz nisbəti baxımından baxsaq, daha çox insani bacarıqlardır. Yəni dolayısıyla desək, elə bizim öz dilimizdə də bununla bağlı, öz belə deyim, mədəniyyətimizdə də atalar sözümüz var ki, məsələn deyir, alim olmaq asandır, insan olmaq çətindir. Yəni Harvardda bu boyda araşdırma edib, statistik olaraq bizim statistik olaraq, bəli, bu ümumiyyətlə araşdırmada iki yanaşma var da, əsasən yanaşmalar arasında ən çox iki yanaşma istifadə olunur. Keyfiyyət və kəmiyyət araşdırması var ki, məsələn, atalar sözümüz əslində keyfiyyət araşdırmasının nəticəsidir. Yəni illərdən süzülüb gəlib baxmışıq insanlara, demişik ki, alim olmaq asandır, insan olmaq çətindir. Harvardda isə kəmiyyət üzrə, yəni quantitative research olub və insanlar sorğular nəticəsində müəyyən olub ki, bəli, belə bir pay nisbəti var, 85-15%. 85% insani bacarıqlar uğura təsir göstərir, 15% isə texniki bacarıqlar uğura təsir göstərir. Çox sağ olun Anar müəllim. Birinci sualınızın cavabından artıq bizə belə aydın oldu ki, yəni bəlkə də deyə bilərik ki, soft skills texniki bacarıqların bir növ tətbiqidir. Yəni bir növ belə deyək, kompüter misalını göstərsək, kompüterdə hardware və software bir belə deyək hissələr var. Hansı ki, aparat təminatı onun hardware-sidir, proqram təminatı isə, məsələn, tətbiqi proqram təminatı isə onun software-si adlanır. Yəni soft skills-lər bizim bir növ proqram təminatımızdır. Yəni təqsir güclü olsa da, proqram yoxdursa biz o cihazı idarə edə bilməyəcəyik. Bəli, bunu həyatda da görürük də, bəzi məsələn görürsən ki, tam sağlam insandır və kifayət qədər də texniki məlumata, biliyə sahibdir, amma o proqram təminatı düz olmadığına görə, yəni onu nə düzgün təqdim edə bilmir, tətbiq edə bilmir, insanlarla ünsiyyət qura bilmir. Məsələn, bu problemlər həmin insanlara uğurlu olmamasına səbəb olur. Anar müəllim, ümumiyyətlə soft skills son 10 ildə demək olar ki, daha çox aktuallaşıb. Bu məsələ nə ilə əlaqədar ola bilər? Soft skills elə əvvəl də var idi əslində. Sadəcə biz onu soft skills kimi araşdırılıb, tapılıb, belə deyək, ortaya qoyulmamışdı. Yəni bizim bayaq qeyd etdiyim atalar sözü məsələn bu son 10 ildə yaranmayıb da. Yəni bu biz əsrlərdə bilirik ki, insan doğrudan insan olmalıdır. Yəni insanı insan edən onun insani bacarıqlarıdır. Onun göstəricisi insani bacarıqlarıdır. Yəni onun davranışı, ünsiyyəti,
mədəniyyəti, əxlaqı, yəni bütün bunlar hamısı yəni bacarıq nümayiş etdirir. Yəni emosional zəka və sair və ilaxır ki, məsələn dediyim kimi onlarla saymaq olar. Amma biz sadəcə onun fərqinə vardıq. Yəni biznesdə, yəni daha çox fərqinə vardıq ki, bizi uğurlu eləyən doğrudan da insani bacarıqlardır, nəinki texniki bacarıqlardır. Əgər buradan fikir versək, bizim təhsilimiz də bunu əvvəlki məsələn proqramlarda da qeyd etmişdik. Bizim təhsilimiz də daha çox texniki bacarıqlar üzərində qurulub. Məsələn, bizim nəsil, yəni bizdən öncəki nəsillərin məsələn baxsaq təhsil sistemində bizdə ancaq bütün fokus, diqqət ancaq verilirdi dəqiq texniki şeylərə. Məsələn, yaxşı riyaziyyatı yaxşı bilmək lazımdır, fizikanı yaxşı bilmək lazımdır, kimyanı yaxşı bilmək lazımdır. Daha çox ağırlıq texniki bacarıqların üzərində idi. Amma nə təhsilin belə deyək proqramlarına baxsaq, indinin özündə də məsələn kurikulumlara baxsaq, insani bacarıqlarla kifayət qədər belə deyək əhatə olunmur. Amma bu gün idarə etmə, bu gün biznes, bu gün sahələr artıq müəyyən edir ki, insani bacarıqların, yumşaq bacarıqların rolu həyatımızda danılmazdır. Yəni araşdırmalar aparılır, sübut olunur ki, yəni insanlara uğurlu edən amil daha çox yumşaq və insani bacarıqlardır, nəinki texniki bacarıqlar. Yəni yenə dediyim kimi, bunlar bir-birini kölgədə qoymur, əksinə bir-birinə kömək edir. Sadəcə burada nisbət göstərilir ki, uğurun nisbətidir. Bu texniki və yumşaq bacarıqların nisbəti deyil. Tam da təhsil mövzusuna toxunmuşkən, müqayisəli şəkildə desək, texniki bacarıqlar biz bildiyimiz kimi, yəni sizin qeyd etdiyiniz kimi məktəblərdən, universitetlərdən, təhsil ocaqlarından əldə edirik. Soft skillslər necə? Anadan gəlmədimi, yoxsa sonradan o da inkişaf etdirilə bilər? Ümumiyyətlə bizim standartlarda da səriştəlilik belə deyək, parametrlərində də belə bir məsələ var. Biz məsələn var insanın qabiliyyəti olması, bir də var bacarıqlı olması. Qabiliyyət fiziki bir şeydir. Qabiliyyət insandan anadan gəlmə olan bir şeydir. İnsan ya görür, ya görmür, ya rəngləri seçə bilir, yaxud da ki rəngləri seçə bilmir. Amma bacarıqlar sonradan əldə olunan bilən bir şeydir. Amma insanlar arasında təbii ki fərq var. Bəzi insanlar anadan gəlmə də bacarıqlı ola bilər, genetik olaraq məsələn. Adam var ki, məsələn, xarakter tipinə görə liderlik bacarıqları, məsələn, görürsən, anadan gəlmə liderlik bacarığı var. Məsələn, görürsən, 3 yaşında uşaqdır, bir dəstə uşaqların içərisində oynayır. Görürsən ki, bütün uşaqları qrupu da ələ alıb, dəstəni idarə edir, yəni liderlik edir. Yəni 3 yaşında ona heç kim liderlik bacarığı keçmir. Yəni anadan gəlmə ola bilir, var belə hallar, yaxşı bir şeydir, olmaya da bilir. Amma öyrənilə bilməz də deyə bilmərik, çox da belə deyək, asanlıqla təlimlər vasitəsilə və yaxud da ki, müəyyən belə deyək, proqramlar vasitəsilə, yəni müstəqil öyrənmək də olar, təlimlərlə də oxuyaraq da məsələn təcrübə edərək də öyrənmək olar, yəni insani bacarıqları inkişaf etdirmək olar. Təbii ki, bunun üçün təhsilin proqramlarının rolu böyükdür, cəmiyyətin rolu böyükdür, iş yerlərinin rolu böyükdür, yəni mühit bacarıqların inkişafına, insani bacarıqların inkişafına çox ciddi təsir göstərir. Əmək bazarından danışsaq, məsələn, ölkəmizdə, Azərbaycanda daha çox çatışmayan soft skills hansı olar? Bizim əslində ümumiyyətlə cəmiyyət olaraq mən əvvəlcə yanaşardım bu məsələyə ki, bizdə yumşaq bacarıqlardan savayı belə deyək, ekstra bir gözlənti belə deyək, gözləntilərimiz olur ki, bizi əsasən narahat edən, belə deyək də, həyatda lazım olmayan dərinliklərə, belə deyək, çətinliklərə salan bizim lazımsız gözləntilərimizdir. Yəni əslində ki, biz nədən nəyi və yaxud da kimdən nəyi gözləmək lazım olduğunu bilsək, əslində bu birinci bizdən şikayət elementini aradan qaldırar və boşluqların belə deyək, rahat görülməsinə, yəni bir işi görməzdən öncə də belə deyək ki, su içməyi, götürürəm su içməyə, əgər soruşsaq, fərqində olsaq ki, bu bizə lazımdır, bunu niyə edirik biz? Yəni susamışam, hə, ona görə içirəm, o zaman içim. Yəni təxmini ən sadə misal üzərindən belə desək. O zaman əslində bu elə deyim də, bunu niyə misal gətirdim? Bu insani bacarıqların belə deyim təməlidir. Yəni nə istədiyimizi bilmək bacarıqların təməlidir. Amma biznesə gələndə, iş mühitinə, həyatına gələndə, bu bizim ən böyük problemimiz ünsiyyət problemidir. Məsələn, bu şirkət yazışmalarına baxsaq, məsələn, bizim yazı üslubumuzda, məsələn, acknowledgement, belə deyək, təsdiqləmə anlayışı yoxdur. Məsələn, biz birinə salam yazırıqsa normalda, ünsiyyət necə gedir? Qarşı tərəfdə bizə salam və yaxud da aleyküm salam deyə cavab verməlidir.
Yəni bizim salamlaşmağımızla başlayanda bu cür başlayırıq. Və yaxud da sual veririksə cavab veririk və yaxud da bir işi razılaşırıqsa, sonra onun təsdiqi gəlmir. Məsələn, e-mail yazırsan, deyək ki, məsələn bir şey müraciət edirsən və yaxud da bir şey xahiş edirsən və ya iş gərəyi də belə deyil, ünsiyyət qurursan. Məsələn, qarşı tərəf e-maili aldım, bununla nə vaxtda cavab verəcəm və yaxud da nə iş görəcəm, nə edəcəm və yaxud da bu iş mənə aid olan iş deyil, cavabını almırıq biz məsələn. Yəni bu ən belə deyək, sadə bir misallardan biridir ki, məsələn ünsiyyət. Sonra üzbəüz ünsiyyətdə məsələn biz çətinlik çəkirik. Məsələn görürsən ki, cümləmizi düzgün qurmaq və yaxud da özümüzü ifadə etmək. Ümumiyyətlə ünsiyyətin özünün ən böyük problemi odur ki, ünsiyyətin ən böyük uğur amili dinləmə bacarığıdır. Yəni biz nə qədər yaxşı ünsiyyət ediriksə edək, əgər dinlənmiriksə, yəni qarşı tərəf qulaq asmırsa, yəni sizin nə oxumağınızdan, nə danışmağınızdan, hansı şeiri deməyinizdən heç bir mənası olmayacaq. Çünki əsas dinləməkdir. Bir də ki, çox zəif dinləmək əslində də ünsiyyətdəki problemimizin ən böyük tərəfi düşür, ağırlığı düşür ki, bizim qarşı tərəfi dinləmirik, demək olar ki. Və gözləntilərdən belə deyək, biz söz açmışkən, soft skills-in özünün bizdən gözləntiləri nədir? Yəni əslində soft skills bizdən soft xasiyyət mi istəyir, yumşaq xaraktermi, mehribanlıq mı istəyir, yoxsa özünün gözləntiləri başqadır? Allah, bizim elə mövzumuz o idi. Mən bu əslində niyə gəldim o mövzuya? Bu o qədər yanlış anlaşılma olur ki, bəzən bu mövzu ilə bağlı çox yerində xatırlatdın. O elə verilişin proqramın adında da qeyd etmişdi ki, sərt olmaq yoxsa yumşaq bacarıqlar. Bu yumşaq olmaq tərcümədə soft, yumşaq götürülür. Yəni bu human skills, insani bacarıqlardır. Bunun yumşaq olmaqla ümumiyyətlə yaxından uzaqdan da, ya da sərt olmaqla heç bir əlaqəsi yoxdur. Ki, hansısa bir xarakter tipinə görə bəzi insanlar sərt xarakterli və yaxud da yumşaq xarakterli ola bilər. Yəni bu emosional zəka vasitəsilə insan öz-özünü idarə etməyi, yəni ki, o sərt yönlərini və yaxud da ki, yumşaq yönlərini inkişaf elətdirməlidir məsələn. Elə yumşaq bacarıqlar da ondan ötürü lazımdır. İnsani bacarıqlar da ondan ötürü lazımdır ki, məsələn qətiyyətlilik. Qətiyyətli olmaq kobud olmaq deyil. Qətiyyətli olmaq fikrini vaxtında, yerində, düzgün formada ifadə edib öz cavabını qarşı tərəfə çatdırmaq, etiraz da ola bilər, təsdiq də ola bilər, fərq etməz. Yəni bu kobudluq kimi qəbul olunmur. Amma qətiyyətsiz insanlar cavab verməyə qorxur, utanır və bunun nəticəsində də başına bir sürü bəlalar gələ bilər. Məsələn, digər məsələ iş mühitində və yaxud da həyatda biz yox deyə bilmirik. Yəni yox deyə bilməmək, insan öz-özünə yox deməyi öyrətməlidir. Məndən belə biri bir qələm istəyirsə, məsələn, əgər o məndə yoxdursa, tamam, istəyirəm ona kömək edeyim. Əgər kömək etmə imkanım daxilindədirsə, tamam gedib bir yerdən, məsələn, stolun üstündən və yaxud da şkafdan açıb qələm ona verə bilərəmsə verəm. Amma vermək imkanım yoxdursa o anda, məsələn, küçədə məndən qələm istəyirlərsə, yox deməyə utanmam, yoxdur, üzr istəyirəm. Təəssüf ki, hal-hazırda üstündə belə sizə verə biləcək bir qələm yoxdur. Yəni, cavabını vermək bəzən görürsünüz ki, tər axır, rəngimiz dəyişir, haldan hala düşürük ki, aydın, mən buna necə yox deyim. Yəni, çox sadə. Yəni, yoxdursa, yoxdur. Yəni, hər şeyə də yox deməməliyik. Təbii ki, insan amili var. Yəni, yoxdursa, yəni biz kömək edə biləriksə, məsələn, o başqa məsələ. Yəni, bu marketdəki yoxlara bənzəməsin də, belə deyək. Yəni, girirsən marketdə, soruşsan ki, filan şey var, xeyr, yoxdur, mən bilmirəm. Heç bir araşdırma. Məsələn, heç bir araşdırma və yaxud da ki, peşəkarlıq əslində orada tələb olunan cavab o deyil. Üzr istəyirəm, mən sizə cavab verə bilmərəm. Mənim bu barədə məlumatım yoxdur. Amma sizə cavab verə biləcək birini tapa bilərəm. Çünki bu iş gərəyidir, bu ünsiyyət bu cür qurulmalıdır. Yəni burada deyim ki, yox mən bilmirəm, mən yox deməyə bacarıram, Allah hər şey yaxşıdır. Məndən kim nə soruşsa hamıya yox deyəcəm. Yəni təbii ki, bu o da demək deyil. Sadəcə qətiyyətlilik göstəricisidir. Yəni insan qətiyyətli olmalıdır və qətiyyətlə, yəni yox, hə, yox sözünü özünü ifadə edə bilməlidir. Yəni mən hə, yoxu misal olaraq dedim, qətiyyətlilik bəlkə əslində daha çox belə deyək, hallarda istifadə oluna bilən bir şeydir. Qərar vermək bacarığıdır. Məsələn, qərar verməkdə çox çətinlik çəkirik. Məsələn, qərar vermək metodları var, seçim etmək metodları var. Məsələn, ən sadə bir şey, paltar alanda məsələn, qırmızı alım, yaşıl alım, məsələn. Və başlayırıq müqayisə etməyə. Yəni, bu özü artıq bir çıxış yoludur. Baxırıq ki, hə, deyək ki, qara şalvarım var, bununla məsələn, ağ köynək daha yaxşı olar. Məsələn, müqayisə edib əlaqələndirərək məsələn, qərar veririk.
Qərar vermək məsələn onlarla məsələn qərar vermə üsulları var, çek-listlər var, seçmələr var, məsləhət üsulu ilə var. Yəni milyonçu olsun da ki, insanlar sualların cavabına qərar verir. Əslində fikir versin, nə qədər seçim verirlər ki, qərar verməyə kömək edəcək elementlərin bəziləri məsələn nümunə olaraq göstərir. Çoxdur, yəni həddən artıq çoxdur insani bacarıq modelləri. Düşünürəm ki, mən bunların haqqında biz ayrı-ayrı danışarıq və bu izləyicilərimiz üçün də çox maraqlı olacaq. Çünki ümumi danışırıq, deyirik ki, yumşaq bacarıqlar çox faydalıdır, uğurun qazanılması üçün çox vacibdir. Cəmiyyətdə, təhsildə, iş mühitində bizə çox kömək olan amillərdir. Amma təbii ki, bir proqramda biz 20 dəqiqə, yarım saat ərzində soft skills-ı tam əhatə edə bilmərik. Daha geniş şəkildə təlimlərimizə də dəvət edə bilərik, burada da maariflənə bilərlər. Təbii ki. Amma burada bir maraqlı bir son olaraq bir şey demək istəyirəm ki, insani bacarıqlar, hətta siz bu belə deyək də, həm də proqramın bonus məlumatı olsun, xəbəri olsun. Biz görürük ki, bəzən görürsünüz ki, savadsız insanlarla rastlaşırıq. Təəssüf ki, olur belə hallar. Məsələn, orta məktəbdə, məsələn, təhsil səviyyəsi belə deyək, orta məktəb səviyyəsində və orada da yaxşı belə deyək, texniki bacarıq əldə edə bilməyib, məsələn, attestat almaq xatirinə belə deyək, təhsil almış və yaxud heç adını yaza bilməyən adamlar. Baxırıq ki, həyatda uğur qazanıblar. Yaxşı imkanları var, pulları var, sual yaranır. Necə oldu bu? Yəni, bunu necə əldə etdilər? Cavab verək bu dəfə, qalsın yoxsa? Məncə verək mən. Tamam, əslində belə deyək, insan bir şeydə uğurlu olanda, insanın hormonal proseslər ki gedir, insan bütün gördüyü işlərdən həzz almalıdır. Yəni, işləri görür, nailiyyətləri əldə edir, uğur qazanır və ondan zövq alır, həzz alır. Və bu da, belə deyək, onda razılıq hissini formalaşdırır. Yəni, insan öz-özünü güvənməyə başlayır, sevinir ki, mən artıq nailiyyətlərim var. Texniki sahədə uğur qazanan insanların digər sahələrdə uğur qazanma ehtimalı azalır. Çünki texniki sahədə insanlar uğur qazandıqca, məsələn, bütün dərslərdən 5 alan, bütün dərslərə həvəslə oxuyan adamın başqa fikri olmur. Kənarda bir düşüncəsi yaranmır. Amma oxumayan və təhsildə zəif olan uşaqlarda görürsən ki, elə məktəb vaxtında əlavə bacarıqlara meyl yaranır. Çünki kompensasiya etmək məcburiyyətindən. Çünki beyin o həzzi təmin etməlidir, o özgüvəni təmin etməlidir bir şəkildə. Yəni, təhsil ala bilmədim, tamam oxuya bilmədim, adımı yaza bilmirəm, amma mən nəsə edə bilərəm. Baxırsan ki, çox yaxşı idmançı olur. Və yaxud da gedir, başlayır alverə, biznesə çox yaxşı uğur qazanır. Baxırsan ki, oxuyandan daha imkanlı, daha varlı bir şeyə gətiribsə. Bu yaxşı bir şeydir deyə belə deyə istəmirəm əslində. Amma yəni burada bir kompensasiya olduğu və yumşaq bacarıqların dövrəyə girdiyin məqamın göstərmək istəyirdim ki, təhsil almayan insanların uğurlu olma səbəbləri əslində boşluqdan ortaya çıxan yumşaq bacarıqların nəticəsidir. Hətta həmin şəxs savadı ilə paralel tətbiq etsəydi, bəlkə daha böyük bir uğurlara gedib çatacaq. Bu özü bir nümunədir ki, texniki bacarıqsız belə nəticə bu qədər verimli olursa, yəni həmin o 85% öz rolunu göstərir. Yəni adam işi görə bilməsə belə də, işi görə bilən adamları tapmaq bacarığı var adamda. Və onları bir yerə yığıb, onlara liderlik etmək bacarığı var. Yəni, adam öz, belə deyək, sahəsi üzrə, yaxud görmək istədiyi iş üzrə bilmir, məsələn, bacarmır. Deyək ki, məsələn, düşünək ki, məsələn, təlim işi ilə məşğul oluruq. Məsələn, adam təlimdən anlayışı yoxdur, heç vaxt təlim keçməyib. Amma bilir ki, bu sahədə bacaran təlim keçə biləcək adamlar var. Əgər idarə etmə bacarığı, liderlik bacarığı olsa, mən misal olaraq təlim dedim və yaxud da inşaat işi olsun. Adam ömür boyu bir daşın üstünə qoymamış adamdır, amma qoya biləcək insanları tanıyır. Və onları necə bir araya gətirib, onları necə idarə edəcəyini bildiyi üçün uğurlu ola bilir. Buna nə idi? İnsanın yumşaq bacarıqları misalı idi ki, yəni demirəm təhsil almayaq, yox, yəni qətiyyən yanlış anlaşılmayıb. Təhsil gözəldir, yəni təhsil almaq qədər də həyatda dəyərli bir şey məncə yoxdur. İnsan öyrənməlidir. Yəni beşikdən qəbrə qədər biz öyrənməliyik. Amma insani bacarıqlarımızı da unutmamalıyıq ki, bunlar bizə uğur qazandıran əsas amillərdir.
Çox sağ olun. Gələn kök səbəbdə görüşərik. Xudahafiz.